İmam Sadiq əleyhissalamın bir sahabəsi var idi, Hüşam adında. Çox savadlı bir cavan idi, münazirələr edirdi, insanları maarifləndirirdi, müxaliflərlə münazirə edirdi, vilayətdən müdafiə edirdi. Bir gün bu cavan Həzrətin huzuruna daxil olanda İmam-ı Sadiq o əzəməti ilə rəis-i məzhəb Allahın yer üzərində olan höccəti qalxdı ayağa. Bir cavan 22-23 yaşında gəlir İmam-ı Sadiq o əzəməti ilə. Həzrət qalxdı ayağa. Dedilər, Yəbnə Rasulillah, siz nə qədər bu cavana ehtiram edirsiniz? Həzrət görün nə buyurur? Buyurdu, Haza nasiruna bi qalbihi və lisanihi və yədih. Bu sıradan bir cavan deyil. Bu Hişamdır ki, bizə kömək eləyir qəlbi ilə, dili ilə və əli ilə.